Yox. Bizim dərsimiz fleksiyadır. Fleksiya nədir? Fleksiya bir sözdən bir neçə sözün yaranmağıdır. Yəni bu sözlər birbaşa ərəb sözlərdir. Keçib dilimizə, ərəb dilindən bir söz keçib bir su damlası, biz onu vururuq, bir neçə kiçik hissəciklərə bölünür. Yəni siz mətnlərdə sözün kontekstini bilmək üçün, sözün cümlədə hansı dəqiq mənada işləndiyini bilmək üçün onun mənşəyinə getməlisiniz, onun etimologiyasına getməlisiniz. Sözün etimologiyası sözün mənşəyidir. Ona görə də sizdə belə bir qabiliyyət, sizdə belə bir vərdiş yaradıram bugündən. Qarşınıza çıxan, oxuduğunuz hər hansı bir sözdə başqa bir sözlə ortaq hərfləri tutuzdurun. O ortaq hərflərə görə ortaq məzmunları da tutuzdurun. Ona görə də cümlədə nə olacaqdır? Məzmunu düzgün tapacaqsınız. Ha, Yusif? Ona görə gəlin, diqqət edin. Təkəbbür sözü. Təkəbbür sözündən hansı söz uyğun gəlir? Kibir sözü. Kibir. Kibir. Eyni hərflər eyni sözdədir. Filan kəs təkəbbürlü adamdır, filan kəs kibirli adamdır. Görürsünüz, uyğun gəlirmi? Sübut sözü. Sübut sözünə ispat sözü uyğun gəlir. Sıbıtı, sıbıtı. Və mən sizə bunu yenə də deyirəm ki, öyrədirəm. Özünüzdə belə bir vərdişi, belə bir qabiliyyəti yaradın. Kitab oxuyanda iki sözün ortaq hərflərini axtarış edin, uyğunlaşdırın daha doğrusu. Və onların məzmunlarını da uyğunlaşdırın. Mənsup sözü. Mənsup sözü nəsib sözüdür. Bu mənə nısıbı. Tənasüb sözüdür. Görürsünüz? Müqayisə sözü. Qıyısı, qiyas. Qiyas müqayisə deməkdir. Qiyaslamaq, fərqləndirmək, müqayisə etmək. Müsahib sözü. Müsahib sözü sənin danışdığın adam, sual verdiğin adamdır. Müsahibim kimdir mənim? Yəni kimə sual verir, cavab alıram. Müsahib sözü, yəni söhbət sözündən əmələ gəlibdir. Söhbət etdiyim adamdır. Sıhıbı, sıhıbı. Mühasib sözü. Mühasib kimdir? Mühasib pul hesaplayan adamdır. Pul hesaplayan adamdır. Ona görə də bura hesap yazırıq. Hısıbı, hısıbı. Oğlum, məhz bax bu sözləri çək. Mübahisə sözü. Mübahisə bəhs edənə deyirlər. Ona görə də bıhısı. Gəl bura. İbtidai ilk deməkdir. Ha, qurtardı Zaretka. Cümlənin ilk üzvü hansıdır? Mübtəda. Mübtəda. İbtidai. Bıtı. Bıtı. Görürsünüz? D. Hətta D da var. Rütbə sözü. Rütbə sözü rəbt sözü ilə bağlıdır. Ərəbcə rəbt sözü var. Rəbt bağlanmaq deməkdir. Rəbt etmək, bağlanmaq, rəbt. Zəbt də ola bilər. R ilə Z ərəb dilində eyni yazılır. Sadəcə bir dənə bura gəl oğlum. Bax. Bura nöqtə qoysam Z olacaq. Nöqtə qoymasam R olacaq. Ona görə də rəbt, zəbt təxminən eyni sözlərdə elə eyni mənalar da verir. Zəbt etdik, rəbt etdik, qazandıq, tutduq, rütbə, rəbit, zəbit. Fikir verirsiniz nə qədər yaxın gəlir. Təsir sözü. Təsir sözü, təəssürat sözü. Getmişdim gəzməyə, mənə bu gəzinti belə təsir etdi. Sonra təsir, mütəəssir oldum. Mən yaman bu hadisədən mütəəssir oldum. İttiham sözü. İttiham sözü kimi ittiham eləyirik? Müttəhimi. Müttəhim kürsüdə. Müttəhim, tıhımı, tıhımı, tıhımı. Təhlil sözü. Təhlil sözü həll sözüdür, həll. Sən cümləni təhlil edirsən, misalı da həll edirsən. Yəni ikisini də araşdırırsan. Müxalifət sözü.
Müxalifət sözü xilafət sözü ilə uyğundur. Xilafət, xilafət. Görürsünüzmü? Müxalifət, xilafət, ərəb xilafətinin hardasa müəyyən bir o xalqla mı, əvvəlcə xalq olub, sonra hakimiyyətə keçib, müəyyən bir ziddiyyətini göstərir. Xilafət həmişə ziddiyyətdə olubdur. Ona görə də hakimiyyətlə ziddiyyətdə olan bir topluma biz müxalifət deyirik. Aydındır uşaqlar. Hər bir sözün etimologiyasını bilmək lazımdır. Etimologiya sözün hansı sözdən gəldiyini, hansı kökdən gəldiyini, hansı sözlə onun arasında yaxın, başa düşsən Cavid, yaxın əlaqə olduğunu. Adicə müəllim sözü molla sözü, mıllı, mıllı. Əvvəllər müəllimlərə, mollaya müəllim deyirdilər, müəllimə molla deyirdilər. Fikir sözü, mütəfəkkir sözü. Bax görürsünüz, bunu mən yarımçıq konuşam. Cazibə sözü, cəzb sözündəndir, cəzb etmək. Mühasirə sözü, hasar sözündəndir. Mühasirəyə aldıq, hasar çəkdik. Mütəşəkkil sözü, təşkil sözündəndir. Mütəşəkkil dəstə, yəni qabaqcadan təşkil olunmuş dəstə. Mütəfəkkir sözü, fikir sözündəndir. Eşq sözü, aşıq sözündəndir. İşıq sözündəndir. Yəni sözlərə bir də deyirəm mətn oxuyanda, o sözün o kontekstdə, hansı məzmunda işləndiyini bilmək üçün Süleyman, sən o sözü başqa bir sözlə ortaq sahiblərini yox, samitlərini uyğunlaşdır. Aydındır, adicə elm və alim sözü, nitq, məntiq, natiq sözü, şeir, şair, şuara, əşşar, hökm, hakim, məhkum, məhkəmə, zülm, zalım, məzlum, zılımı, zılımı. Başa düşdünüz məni? Bu da bizim etimologiyamız, sözün mənşəyi. Yəni bu etimoloji təhlildir. Bax bu yazdığım isə etimoloji lüğət sayılır. Bu qədər.